Qum şəhərinin dəyəri, Qumun bir torpaq olaraq, bir şəhər olaraq orada yaşayanların Allah yanında dəyəri həm də bununla ölçülür ki, orada belə bir xanım dəfn olunub. Qalə Sadiq əleyhissalam, İnna lillahi haraman və huvə Məkkə. Allah üçün hərəm vardır. Yer üzərində Allah özünə onu hərəm ev seçmişdir. Və li rasulihi haraman. Peyğəmbərin də bir hərəmi var. Müqəddəs, özünə bağlı seçdiyi bir müqəddəs məkan var. Allahın özü üçün seçdiyi və huvə Məkkə. O Məkkədir. Peyğəmbərin seçdiyi hərəm Mədinədir. Və li əmiril müminin əleyhissalam hərəmən. Həzrəti Əli əleyhissalamın da özü üçün seçdiyi bir müqəddəs yer var. O da Kufədir. Və huvəl Kufə. Və lənə hərəmən və huvə Qum. Biz Əhl-i Beytin də seçdiyimiz bir yer var. Özümüzə hərəm qərar vermişik. O haradır? Qum şəhəridir. Ona görə Qum şəhəri müqəddəs şəhərdir. Onun haqqında danışanda da hörmətlə danışmaq lazımdır. Düşmənlərin Qum şəhəri haqqında dediyi sözlərə inanmayın və bilin, elə bunlar bu sözü deyənlər bilmirlərsə, cahillər, bilirlərsə Peyğəmbər və Əhl-i Beytinin əksinə gedirlər. Bizim əqidəmiz budur. Sonra İmam Sadiq əleyhissalam hədisin ardında xanım Fatimə Məsumədən xəbər verir. Tezliklə orada bir qadın dəfn olunacaq. Bir xanım dəfn olunacaq. Min vuldi, mənim övladlarımdandır. Tüsəmma Fatimə. Onun adı da nədir? Fatimədir. Xanımın adı Fatimədir, ləqəbi Məsumə, ən məşhur ləqəbi Məsumədir. Mən zaraha, kim o xanımı ziyarət etsə, vacəbət ləhul cənnə, cənnət ona vacib olar.